Salam aleyküm. Hardayam? Sultəbədəyəm. 313 nömrəli məktəbə yaxın məsafədə, Almarket hər yerə yaxında, asfalt yolda, şəxsi tikili 2 mərtəbəli, 5 otaqlı, bəli, 5 otaqlı, 2 mərtəbəli, 2 ailənin yaşaya biləcəyi bir evdəyəm. Yəni qiyməti əla, evin özü əla, bax təmirə bax, çox gözəl təmir. Yuxarı mərtəbə tam təmirdə, aşağı mərtəbə orta təmirdə. Aşağıda da, yuxarıda da yaşayış var. Bir dənə burada çox böyük yataq otağıdır. Ölçüyə bax, çox genişdir də. Şəxsi tikili evdir. Yəni təzə evlərdən deyil. Bir neçə 15-20 ilin ən aşağı evidir. Normaldır. Qaz, işıq, su, hamısı var yaşayış üçün. Ölçüyə bax, çox genişdir. Burada mətbəxdən, mətbəxdə də genişdir bax. Mətbəxdə demək olar bəzi evlərin zalından da böyükdür. Yəni bunu istəsən zal studiya eləyə bilərsən. Yəni hal-hazırda onsuz da ev böyükdür, balaca kvadratlı ev deyil. Qiyməti əla, mətbəx mebeli qalacaq, kombinin xəttləri çəkilib, aşağıda radiatorlar da qoyulub. Hamam sanuzeli var, duş kabini, asma tavanı, aksesuarlar, bahalı aksesuarlar. Yəni hamam sanuzu ən çox pul aparan hamam sanuzeli deyil, hamam sanuzelində çox gözəl təmiri var. Burada da ayrıca bax kombi otağı, çamaşırxana, paltar yanları qoyublar bura. Çıxaq bir dənə indi aşağı indi. Bu da çöldən görünüşüdür. Üstü paketdir ya. Yəni burada əl damı kimi düzəldib. Pəncərələrə bax hamısı öz həyətini görür. Bura həyətidir. Həyəti tək bura deyil. Çöldə də ayaqolsu var. Evin içi 3 dənə ayaqol var ümumiyyətlə. Orada qaraj maşın dayanan yer bunundur. Həyətinə maşın rahatlıqla daxil olur. Yəni maşın dayanan yer bunundur. Burada da bir dənə qəşəng zalıdır. İndi buranı da başa salacağam. Səbəb kombi radiatorları qoyulub, çəkilib. Qoşa daşdır. Bura bir dənə. Bura prosto təmirsizdir. İndi alan istəsə pəncərəsi də var. Öz həyətini görür. Baxın. Buradan gəldi. Bir dənə də burada bu otağı təmirlidir. Prosto əşya çoxdur biraz. Əşyaları yığıb ora. Yaşayış, amma yaşayış var hal-hazırda burada. Burada buranın da ayaqyolusu var. Burada da baxın. Tamam sanacaq da orta təmirdir. Tam təmir deyil. Çöldə əl damısı, ayaqyolusu, hər şey var. Qiymət haqqında məlumat verirəm. Qiyməti 71.000 manata. Yəni Sultəbədə 313 nömrəli məktəbə yaxın yerdə, Almarketə yaxın əsas magistral yola. Buradan marşruta 150 metrlik məsafədir. Sağ olun.